Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Xalq artisti Yusif Eyvazov Almaniyada saatda 300 km sürətlə Lamborghini idarə edib. Sferas Qafqazinfoya istinadən xəbər verir ki, o bu barədə Instagram hesabında paylaşım edib. Sənətçi paylaşımında yazıb: Almaniyadakı yolları sevirəm, çünki sürət limiti olmayan yerlər var. Lamborghini möhtəşəmdir, amma marketə ərzaq almaq üçün getməyə yaramır. Demək olar ki, saatda 300 km sürətə çatdım. Qeyd edək ki, Yusif Eyvazov 2023-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur.